Başlayaq. İlk sualda deyir ki, eskalator aşağıdakı şərtlərə görə işləyir. Deməli, eskalatorun hərəkət düyməsi basılı olmadıqda və ya eskalatorda insan olduqda eskalator hərəkət etməlidir. İşarələmələr bu şəkildədir. Eskalatorda insan varsa qiyməti 1-dir, yoxdursa 0-dır. Eskalatorun hərəkət düyməsi basılıdırsa 1-dir, basılı deyilsə 0-dır. Hərəkət düyməsi basılı olmadıqda, deməli, B'si 0 olanda, A'sı 1 olanda nəticə nə olur? Yəni ikisindən biri. Hələ elə demir. A'sı 1 olmalıdır, yəni insan olmalıdır. Ya da ki, nə olmalıdır? Hərəkət düyməsi basılı olmamalıdır. Basılı olanda 1'dirsə, basılı olmayanda nədir? 0'dır da. Onda belə bir şey olacaq da, B'nin inkarı disjunksiya A. Aydındır. Disjunksiyada niyədir? Çünki və ya var burada. Və ya disjunksiyadır və ya da konjunksiya. İndi buna uyğun cavab hansı variantdır? B variantı ilə. Düzgün cavab oldu B. Keçdik o bir suala. Kim nədə çətinlik çəksə başa düşməzsə işarələsin, axırda qayıdacam. Məntiqi ifadəyə ekvivalent olan ifadəni göstərin deyir bizə. Demək, məntiqi ifadəyə ekvivalent olan ifadəni göstərin. Burada sadəcə variantlarla işləmək. Burada nə ediblər? Y variantı olacaq cavab. Niyə Y variantıdır? Buna De Morgan tətbiq olunub. İnkar S konjunksiya, deməli inkar A. Belə düşünək də. Bunu necə yazmaq olar? Bunu yazmaq olar belə. İnkar S'nin inkarı disjunksiya A'nın özü. İndi bax buna tətbiq eləsək bunu. Qabaqdakı inkar əməli nə olacaq? İnkarın inkarı S'nin özü verir. De Morgan prinsipinə görə bu konjunksiyaya çevrilir. A'nın da qabağında inkar əməli gəlir. Yəni bu elə bundan eyni şeydir. Burada o yazılıb və bir də B ilə A'nın yeri dəyişir. Vuruqların yerini dəyişəndə hasil dəyişmir. Ona görə cavab olur Y variantı. Keçirəm 3-cü suala. Məntiqi ifadəni sadələşdirin. Bu çox. Buradakı sualların arasında ən asanı bu idi. Sadəcə A'nı mötərizə xaricinə çıxarmaq lazımdır. A'nı çıxarsam mötərizə xaricinə konjunksiya qalır yerində. B disjunksiya C. O da hansı variantda verilib? C variantında verilib. Sonra 4-cü sual. Deyir ki, Eylerin Müəllim, bir dənə geri qayıtmaq olar. A-nı mötərizə xaricinə çıxardanda orada 1 qalmır də. Yox. Birində B qalır, birində C. 4-cü sual. Eyler-Venn diaqramına uyğun məntiqi ifadəni göstərin deyir. Burada nə ediblər? B-ni tamamən seçiblər. Bir də A ilə C-nin kəsişməsini götürüblər. A ilə C-nin nəyini? Kəsişməsini. Deməli B tamamən ya da A ilə C-nin kəsişməsi. Hansı variant var? Kəsişmə konjunksiyada, düzü Y variantı. Sonra keçid alaq 5-ci suala. Hansı məntiqi sxemlə reallaşır deyir. Baxın burada A'nın inkarı var. A'nın inkarı. Bir də B ilə C'nin disjunksiyası var. B disjunksiya C. Sonra bunlarla hər ikisini nəyə gətirib birləşdirmişəm? Konjunksiyaya. Və bir də ən axırda burada təzədən bir də inkar əməli icra eləmişəm. Deməli inkar A, konjunksiya B, disjunksiya C. C variantı olur. Düzgün cavab. 6-cı tapşırıq. Aşağıdakı məntiqi dövrənin çıxışdakı qiymət 0'dır. Uyğun olaraq C'yi tap deyir. A və B'ni tapın. Burada çıxışdakı qiymət 0'dırsa deməli bu da 0 olmalıdır. Bu da 0 olmalıdır.
Bu gəlir bizdə A-nın qiymətidir. Yəni A-mız mütləq sıfırdır. Bu inkardan sıfır nəticəsinin çıxması üçün deməli burada 1 olub. Bunun da 1 olması üçün A-mız zaten sıfırdır tapmışam. Deməli B nə olmalıdır mütləq? 1 olmalıdır ki, bax 1 ilə 0-ın disjunksiyası 1-dir, inkarı 0-dır. A da özü 0-dır. Gəlir bura 0 ilə 0-ın disjunksiyası təzədən bizə nə verir? 0 verir. Yəni cavab olacaq A-mız 0, B-miz 1. O da C variantındadır. Sonra 7. Düsturları məntiqi sxemlərə uyğunlaşdırın deyir. Çox sadə sualdır əslində. Burada nədir? B-nin inkarı ilə A-nın disjunksiyasını axtarırıq. A disjunksiya, B-nin inkarı. Harada var o? A disjunksiya, B-nin inkarı. Belə də baxa bilərsiniz də. B disjunksiya, belə də baxa bilərsiniz. A. B-nin inkarı, disjunksiya A. Bu da əslində nəyin açılışıdır bizdə? B implikasiya A-nın açılışıdır. B implikasiya A harda var? Elə cavab yoxdur. Təəssüf. Deməli B bunu da De Morgan tətbiq edə bilərik buna. Bircə saniyə. Disjunksiya ilə verilib. Yox, heç o cür baxmağa ehtiyac yox imiş, hə? Deyib bunu götürə bilərəm də. Bax, bu nə deməkdir? Bu gəlin bunları sadələşdirək. Bax, bu nə deməkdir? A disjunksiya B-nin inkarıdır da bu. Birincinin inkarı ilə ikincini olduğu kimi götürürdük. İndi bax, bunun açılışı nə olacaq? A inkarda disjunksiya B-nin ümumi nəyi? İnkarı. Bu da bərabərdir. Buna da De Morgan tətbiq eləsək nə olacaq? A konjunksiya B-nin inkarı. Bir də buna baxırıq. Bu da A-nın inkarı disjunksiya B deməkdir. Bir də sonuncuya baxıram bax. İnkar A disjunksiya implikasiya inkar B. Nəyə bərabər olacaq? İnkar qalır qabaqda. Burada A disjunksiya B-nin inkarı deməkdir bu. Buna da De Morgan tətbiq eləsək, A-nın inkarı konjunksiya B demək olacaq. İndi hamısını tapmışıq əslində biz. İndi birinci. Bu nə oldu? A disjunksiya B-nin inkarı. Bu hansına uyğundur? A disjunksiya B-nin inkarı 3-ə uyğundur. Sonra buna baxıram. A-nın inkarı disjunksiya B. A-nın inkarı disjunksiya B birincidir. Sonra A-nın inkarı konjunksiya B. O hansıdır? A-nın inkarı konjunksiya B. Dördüncüdür. Sonra bir də axırıncı. B-nin inkarı konjunksiya A. B-nin inkarı konjunksiya A da ikincidir. Yəni cavabımız olacaq nə? Deməli 1-ə B, C variantı. 2-yə D, 1-ə B, 2-yə D, 3-ə A, 1-ə B, 2-yə D, 3-ə A, 4-ə C. D variantı. C variantı. Sonra keçid alırıq 8-ci suala. X-in neçə natural qiyməti üçün ifadə doğrudur? İfadənin doğru məntiqi qiymət ala bilməsi üçün bu ifadənin içərisi yalan olmalıdır. İçərinin də yalan olması üçün bu tərəf doğru olmalıdır. Bura yalan olmalıdır. Bu doğrudursa, yəni X 3-dən böyükdür və X 15-dən kiçikdir. Bu nə deməkdir? Yəni mənim ədədlərim 3 ilə 15-in arasındadır. Bu aralıqdır. Və bir də hansı şərt ödənməlidir? X 6-dan kiçik olmamalıdır. Yəni bu yalan olmalıdır. Bu yalansa, yəni X nə deməkdir? Böyük bərabər olmalıdır 6-dan. 6-nı qeyd edirəm. 6-dan böyük bərabər olanları götürürəm. Deməli cavab olacaq 6-dan 15-ə qədər. 6 özü daxildir.
Neçə natural qiymətində dediyinə görə hansılar olacaq? 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15-in özünü götürəmirəm. Neçə dənə qiymət olur? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə. Cavab A variantı. Sonra 9-cu tapşırıq. Məntiqi funksiyaya uyğun doğruluq cədvəlini göstərin. Daha doğrusu cədvəl verilib, ona uyğun ifadəni tapmaq lazımdır. Bu bir-bir variantları yoxlayırıq da. Variantları necə yoxlayırıq da? Deyək ki, A-mız 1-dir, B-miz 1-dir, C-miz 1-dir, S-miz 0, X-miz 0, Y-miz 0, Z-miz 1. Bu halda cavab 1, 0 olmalıdır. Yəni, bu cədvəlin bütün qiymətlərini ardıcıl şəkildə birinci bunu, ikinci bunu, üçüncü bunu qoyuruq. Burada F-in nəticələrinə baxırıq. Əgər burada hər üçünü qoyanda F-dəki nəticələrlə üst-üstə düşürsə, deməli həmin variant düzgündür. Yəni F-a uyğundur. O da D variantı olacaq bizdə. Bir dənə. Sonra 10-cu tapşırıq. Məntiqi ifadəni sadələşdirin deyir. Deməli, biz ifadəni sadələşdirmək üçün birinci nəyə diqqət eləməliyik? A-nın inkarı ilə A-nın konjunksiyası bizə 0 verir normalda. 0-ın inkarı nədir? 1. İndi A konjunksiya 1, disjunksiya B-nin inkarı. Burada 1 zaten gelir, 1'i nəyə vursam özü alınır. A disjunksiya B-nin inkarı alınır. A disjunksiya B-nin inkarı da D variantında verilib. Sonra keçid alırıq 11-ci suala. Hansı deyir F-a uyğundur? Yenə də oxşar qaydanı istifadə edəcəyik. Hamısında bir cavabının alındığı yeganə variant B olacaq bizdə. Yəni 3'ü də C olub. 3'ündən biri 1 olanda nəticə 1-dir həmişə. O da B variantına uyğundur. Yenə də eyni qayda ilə bunu qoyacağıq yerinə, bunu qoyacağıq, bunu qoyacağıq, bunu qoyacağıq. Variantları yoxlamaq lazımdır. Sonra 12. İfadəni sadələşdirin. Sadələşdir deyə sadələşdirək. Baxın. Birinci nə edirəm? Bu S-nin inkarı ilə A-nın hasilini bu mötərizənin içinə hər birinə vururam. Bax, birinci A disjunksiya B-nin inkarı. Bunu saxlayıram çöldə və bunu nəyə vururam? Yəni konjunksiya eləyirəm nə ilə? Bunların hər birinə ayrı-ayrılıqda vururam. S-nin inkarı konjunksiya A, konjunksiya A. Sonra disjunksiya. S-nin inkarı konjunksiya A, konjunksiya B. Bir də nə olacaq? S-nin inkarı konjunksiya A, konjunksiya S-nin inkarı. Bu da bərabərdir. Bu olduğu kimi qalır yerində. A disjunksiya B-nin inkarı qalsın yerində. İndi bunu yazıram ardıcıl. Bu ümumi konjunksiyadır. Ha, bax belə. İndi bunu sadələşdirək də. Deməli, konjunksiya. Burada mötərizənin içində nə qalır? S-nin inkarı konjunksiya A. S-nin inkarı konjunksiya A, konjunksiya B. Orada B yox, B-nin inkarıdır. Ha, olsun B-nin inkarı, sıxıntı yoxdur. B-nin inkarı. Bir də buradan S-nin inkarlarından biri gelir. Qalır nə? S-nin inkarı konjunksiya A. A disjunksiya B-nin inkarı. Bu qalsın yerində. İndi bax, buradakı ifadə var, ha, görürük. Burada da bu ikisi eyni olduğuna görə birini atıram. Və bu ikisindən də S-nin inkarı konjunksiya A-nı mötərizə xaricinə çıxardıram. S-nin inkarı konjunksiya A-nı mötərizə xaricinə çıxarsam, içəridə nə qalacaq? 1 disjunksiya B-nin inkarı. Bu da bizə nə verir? Həmişə 1 verir. İndi bunu da vururam mötərizənin içinə. Çünki 1-i nəyə vursaq, onsuz da özü alınacaq. Ona yazmağın mənası yoxdur. Bunu hər ikisinə vururam. A konjunksiya S-nin inkarı konjunksiya A, disjunksiya S inkarda konjunksiya A, konjunksiya B. Bax, burada yenə A-nın biri gelir. Nə qalır?
A konjunksiya S'nin inkarı disjunksiya, S'nin inkarı konjunksiya A, konjunksiya B. Burada yenə S'nin inkarı konjunksiya A'ları mötərizə xaricinə çıxarsa Benim yorumum. 1 hə olsun B'nin inkarı. Dəyişən bir şey olmayacaq olsa B də yazsaq, B'nin inkarı yazsaq dəyişmir. 1 disjunksiya B'nin inkarı alınacaq. Hansını bunu mu? Bax burada. Vurub açdım da elə bil. Bunu həm buna vurdum, həm buna vurdum. Sonra da burada A'lar 2 dənə də konjunksiya olanda eyni A'nı A'ya vuranda A'nın özü alınır da. Ona görə birini attım. Sonra da S'nin inkarı konjunksiya A'nı mötərizə xaricinə çıxartdım. Qaldı burada 1, burada da B'nin inkarı. 1 ilə B'nin inkarının disjunksiyası həmişə 1'dir. Onda qalır cavab nə? A konjunksiya S'nin inkarı. A konjunksiya S'nin inkarı. Hansı variantdadır? A variantındadır. Sonra keçid alırıq 13-cü suala. ABS mülahizələr üçlüyünün hansı məntiqi qiymətində mülahizələr cəbinin aşağıdakı formulu yalan məntiqi qiymət alır? Cavab verilib A variantı. Burada variantları yerinə qoyub yoxlamaq ən optimalıdır. Ya da ki, belə bir şey eləyirik də. Deməli, bunun yalan olması üçün bura 1, bura 0 olmalıdır. Buranın 0 olması üçün ya B, ya C ikisindən biri nə olmalıdır? 0 olmalıdır. Düzdür? Burada da ya A, ya B 0 olmalıdır. Daha doğrusu yox. Bunlar hər ikisi 1 olmalıdır. Buranın 1 olması üçün A da 1'dir, B də 1'dir. B'miz 1'dirsə C'nin qiymətindən asılı olmadan zaten bura nədir? 0'dır. Başa düşülür? C'dən asılı deyil. Amma burada B'nin 1 olmadığı bütün qiymətlərdə fikir verin B 1 deyil. Bir dənə qalır A variantında. A ilə B 1 olmalıdır deyə C'yə baxmağa ehtiyac qalmır. Sonra 14. Aşağıdakı verilmiş məntiqi ifadə çoxluqlar üzərində əməllər şəklində ifadə edilərsə, verilmiş məntiqi ifadə ilə Venn diaqramının hansı bölməsində doğru məntiqi qiymət alar? Yoxlayaq da. Deməli, birinci buna baxırıq. A ilə B'nin inkarının konjunksiyası. Yəni, A'da olan, amma B'də olmayan. Hansılar var? A'da olan, B'də olmayan. 6 var, bir də 2 var. Düzdür? Bu o deməkdir də. A ilə B'nin inkarının konjunksiyası o deməkdir ki, A'da var, B'də yoxdur. İkinci buna baxıram, bu tərəfə də baxıram. A'da olmayıb, C'də olan hansı var? A'da olmasın, amma C'də olsun. Nədir? 7 ilə 8, elə? Və arada disjunksiya olduğuna görə birinci əməlin qiyməti 2 ilə 6'dır. Birləşmə, disjunksiya birləşmə idi də bizdə. İkincidə də nə idi? 7 ilə 8 idi. Birləşdirəndə nə olacaq? 2, 6, 7, 8. Başa düşüldü? 15-ci sual. Aşağıdakı A və B elementinə əsasən ştrixlənmiş hissəni hansı məntiqi ifadənin köməyi ilə almaq olar? Bu ifadə əslində A ekvivalentdir, B deməkdir. İndi ekvivalentliyin açılışını tapmaq lazımdır variantların arasından. Bunu da tapmaq üçün nə edəcəyik? Bu da deməli hansı variant olacaq? B variantı elə. Biri 0 olanda nəticə 0 olur da, budur. Ekvivalentliyin açılış düsturu. Belə idi də ekvivalentlikdə. A ekvivalentdir B. Bərabər idi. A'nın inkarı disjunksiya B. Konjunksiya A disjunksiya B'nin inkarı. Buna uyğun cavab variantı da bir dənə B'dir. Sonra növbəti sual 16.
X-in ifadəni doğru edən natural qiymətlərinin cəmini istəyir. Bax, qabaqda inkar varsa, deməli bu içəri yalan olmalıdır, 0 olmalıdır. İçəri yalandırsa, deməli birinci tərəf doğru, ikinci tərəf yalandır. Yəni X 13-dən həqiqətən də böyükdür. Aydın, daha doğrusu sorry. Tərsinə də X kiçikdir 13-dən. Bir də bu yalandırsa, deməli bunun inkarı doğrudur da. Yəni X 9-dan balaca deyil deməkdir. Yəni nədir? X böyük bərabərdir 9-dan. Bu şərti ödəyən ədədlər hansılardır? 9, 10, 11, 12. Düzdür? Bizdən də onların cəmini istəyir. 11 ilə 9, 20, 30, 42 olacaq cavab. Y variantı. On 17-ci sual. Məntiqi ifadənin inkarını tapın deyir. Tapaq. A-nın inkarı, disjunksiya B-nin inkarı, konjunksiya C. Bunun da ümumi inkarını axtarırıq. De Morgan tətbiq eləsək, A-nın inkarı, disjunksiya B-nin inkarının ümumi inkarı, disjunksiya C-nin inkarı. Bu da bərabərdir. Buna da De Morgan tətbiq eləyək. A, konjunksiya B, çünki A-nın inkarının inkarı A-dır, B-nin inkarının inkarı da B-dir. Arada da işarət De Morgan'a görə tərsinə çevrilir. Disjunksiya C-nin inkarı. O da hansı variantdadır? C variantında verilib. Növbəti sual 18. Aşağıda verilmiş məntiqi ifadə çoxluqlar üzərində əməllər şəklində ifadə edilərsə, verilmiş məntiqi ifadə Venn diaqramının doğru qiymət aldığı nömrələrinin cəmini tapın. Deməli, birinci bunu axtarırıq. A, konjunksiya B-nin inkarı. Bu nə deməkdir? A-da olub B-də olmayanlar hansılardır? 6 ilə 2. Bir də C-nin özünü götürürük. C, çünki birləşmədir. Ya belə bir ki, 2 ilə 6 birləşdiririk nəyi? C-ni. C də budur da. 2, 3, 8, 7. Onda ümumi qiymət nə olacaq bizdə? 2, 3, 6, 7, 8. Bunların cəmini istəyir məndən. 5, 6, 11, 18, 26. B variantı. On 9. Deyir ki, X-in hər bir tam qiyməti üçün məntiqi ifadəsi doğru qiymət alır. Bunun doğru olması üçün bu da doğru olmalıdır. Bu da doğru olmalıdır. Yəni X-in kvadratı kiçikdir bərabərdir 121-dən, böyükdür bərabərdir nədən? 50-dən. İndi nəyin kvadratı ola bilər bu? 7-nin kvadratı olsaydı 49 olardı. 7-dən böyükdür yəni. 8, 9, 10, 11. Çünki 11-in kvadratı da 121'dir. İndi məsələ burasındadır ki, tam qiymət dediyinə görə mənfi 8 də qoysaq, çünki kvadratda axı bu. Mənfi 8, mənfi 9, mənfi 10, mənfi 11-i də qoyanda ifadə yenə doğru qiymət alacaq. Bizdən də mümkün sayı istəyir. 4, 4, 8 dənə. Cavab olur B variantı. Sonra bir də qaldı axırıncı. 20-ci sual. Tənliyin neçə həlli var deyir. Nə qəşəng sualdır bu. Deməli, bunu birinci növbədə neyniyək? De Morgan tətbiq eləyək, açaq. A-nın inkarı, konjunksiya B-nin inkarı, konjunksiya A, disjunksiya C. Buna da De Morgan, buna da hasili tətbiq eləsək, A-nın inkarı, konjunksiya B-nin inkarı vurub açıram. Konjunksiya A, disjunksiya A-nın inkarı, konjunksiya B-nin inkarı, konjunksiya C. Bu bizdə sıfırdır. Çünki A-nın inkarı ilə A-nın bir-birinə vuranda sıfır eləyir. Qalır bir dənə bu tərəf. Yəni A-nın inkarı, konjunksiya B-nin inkarı, konjunksiya C. Bərabərdir 0. İndi bunu 1 eləyən neçə dənə qiymət var? Cəmi bir dənə qiymət var da. A-ya 0, B-yə 0, C-yə 1 desək, bax, 0-ın inkarı, 0-ın inkarı,
Bu da 1. Cavab 1 eləyir. Qalan hamısında cavab 0 olur. Ümumi neçə mümkün hal var? 2 üstü 8 dənə mümkün hal var. Onun bir dənəsi nədir? 1'dir. Qalan hamısı nədir? 0. Onda 2 üstü 8-dən 1'i çıxıram eləyir. 2 üstü 8 nə idi? 2 üstü 3. Yəni 8 hal var da. 8-dən 1'i çıxıram 7 eləyir. Sonuncu dediğim sizə haradır ki? Bir dənə deyin, təkrar izah eləyim. Okey, gəl bir də təkrarlayaq. Başa düşməmişik, bir şey olmaz. Bax, birinci növbədə bunu sadələşdiririk. Buna bax, A-nın inkarı, daha doğrusu belə yazaq da, ifadəni yazaq. A disjunksiya B, konjunksiya A, disjunksiya C. Buna De Morgan'ı tətbiq eləyək. Nə olacaq? A-nın inkarı konjunksiya, B-nin inkarı. Konjunksiya A, disjunksiya C. Bunu da vurup açıram. A'nın inkarı konjunksiya, B'nin inkarı konjunksiya A, disjunksiya A'nın inkarı konjunksiya, B'nin inkarı konjunksiya C. İndi bu bizdə sıfırdır. Niyə? Çünki A ilə A'nın inkarının hasili həmişə sıfırdır. Yəni A inkarı konjunksiya A sıfırdır da bizdə. Sıfırda nəyə vursaq sıfır edəcək. Qalır onda bir dənə bu. Yəni A'nın inkarı konjunksiya, B'nin inkarı konjunksiya C. Bərabərdir 0. İndi 3'ü də konjunksiyadır. Konjunksiya nə zaman doğru verir? 1 olur. Hər 3'ü 1 nəticəsi versə, bu da, bu da, bu da 3'ü də 1 olmalıdır ki, nəticə 1 olsun. Qalan bütün hallarda nədir? 0'dır. Deməli, bu üçünün də 1 olduğu cəmi bircə dənə hal var da. A'ya 0 desəm, 0'ın inkarı 1 eləyəcək. B'ye 0 desəm, 0'ın inkarı 1 eləyəcək. C'ye də 1 desəm özü. Yəni 1, 1, 1 olanda nəticə 1 olur. Qalan bütün hallarda nəticə nə olur? 0. İndi ümumi neçə mümkün hal var? Neçə mümkün qiyməti var bunların? 2 üstü 3 qədər. 8 dənə. Həllinin olması 1 olması demək deyil. Səhv başa düşdük. Həllinin olması 0'a bərabər olması. Məsələ budur ki, mən bilirəm ki, 1'ə bərabər olduğu cəmi bir dənə hal var. Qalan hallarda 0'a bərabər olacaq. Yəni elə bil ki, əksini 1 olduğu halları tapıb ümumi halların sayından çıxıram. Başa düşüldü? Daha rahat əldə eləmək üçün də, yəni oynamıram. Niyə 2 üstü 3? Çünki 3 dənə mülahizə var da burada. A, B, C. Bunun üçün doğruluq cədvəli qursaq 8 dənə nə olacaq? Sətir olacaq. Sətirlərin sayı 2 üstü n ilə hesablayırdıq. İndi burada da ümumi hal olacaq bu. 2 üstü 3 çıxılsın 1. Bu da olur 7 hal. Deməli, tənin 7 dənə həlli var. A variantı. Belə, riyazi məntiqlə bitirdik, müəllimlər. İndi keçək C-yə. Burada kiminsə səhvi var mı? Başa düşmədiyi, qaranlıq qalan, aydın olmayan. 1'ə bərabər olsaydı bir dənə həlli olacaq da. Yəni, bu bərabərdir 1 olanda 1 həlli olur, bərabərdir 0 olanda 7 həlli olur. Başa düşdün orada? Okey, super. Burada kiminsə başqa sualı qalmadı ki, aydın olmayan bu 20 sualdan. Ya belə düşünün də, istəyir miqdə, istəyir sertifikasiyada sizin qarşınıza çıxa biləcək suallar bu 20 sualdan kənara çıxmayacaq tip olaraq. İndi qiymətlər fərqli ola bilər, rəqəmlər fərqli ola bilər, nə bilim, o heç. Amma imtahanda mütləqdir ki, bunlardan biri olacaq qarşınıza çıxan. Biri, hətta ikisi. Miqdə 2 dənə sual düşür riyazi məntiqdən. 9'a bir də baxırıq. Hə, 9'un nədir ki problemi 9'un? Prosta qiymətləri bir-bir yerinə qoymaq lazım deyə. Bax, D variantında nədir? Elə bil ki, burada bu konjunksiyadır, bu konjunksiyadır, bu konjunksiyadır. Üçündən cavablar hamısında 0'dır. Yəni, buradakı qiymətlərin hansını qoyursunuzsa qoyun, hər üçü nəyə çevrilməlidir hər dəfəsində? 0'a çevrilməlidir. Başa düşülür? Və ya da ki, variantı gətirib qoyuruq da. Məsələn, deyək ki, nədir bu? A konjunksiya Y. B konjunksiya C, X konjunksiya Z. İndi bax,
Birinci halda A'mız 1'dir, Y'ımız 0'dır. 1 ilə Y 0 0 verir. İndi ikincidə B ilə S-yə baxıram. Biri 1'dir, biri 0. Nəticə olur 0. X ilə Z-ə baxıram. Biri 0'dır, biri 1. Nəticə yenə nədir? 0. Aralarında disjunksiya olduğuna görə nəticə nə olub? 0. Başa düşülür? Digərlərində bu qayda ilə yoxlamaq lazımdır. Amma bütün variantlar üçün A üçün də, B üçün də, S üçün də, D üçün də, Y üçün də hamısı üçün yoxlamaq lazımdır bu şəkildə. Üçünü də. Hə, indi bu bitdi. Əgər heç bir başqa əlavə sual yoxdursa, riyazi məntiqi bitirdik. Keçək indi alqoritmə ərraya. Burada kimin nə problemi var desin? 77, 98. Mənim danışa bilərik, ta yoxsa? Ha, daha rahat olun. Mən 30-a da baxarıq oldu. O sırf sınağı izah eləyəndə belədir ki, ona qoşulub baxanlar olur. Daha sonradan istər-istəməz sual ilə ki, heç nə başa düşmədik. Siz qrupa yazmırlar, amma mənim özümə yazırlar da. 41. Var 41'ə qədər sual. 30-a baxarıq. 30'a baxaq da 30'a. Hə, bu swap alqoritması, yer dəyişmə alqoritmasıdır. Bu bizə nə deməkdir? Ən rahat üsulu nədir? Deyim sənə, qiymət qoymaq. Yəni belə düşün də, deyək ki, A'mız 5'dir, B'miz 6'dır. Elə bir alqoritm qurmalısan ki, alqoritm icrasından sonra A bərabərdir 6 olsun, B bərabərdir 5 olsun. Qoy variantlara yoxla. Ən asan yolu. Mən də bunu bütün variantları fikirləşirəm, ayılan nətər eləyim. Hə, Yox, aydındır, ən sağ rahatı olun. budur. Yəni bu deməkdir, Hə. mənası bu deməkdir. A'nın B'nin qiymətlərinin yerini dəyişməsi. O biri başqa formaları da var idi. Bunun bir forması. O düzdür. Yəni bunu başa düşmədim, ona görə saxladım. Ən rahatı Xəyalsız o. oldu. Əslində burada birinci toplama digərləri çıxma ilə olur, amma yəni ona görə məsələn A ilə Y variantı ikisinin arasında qala bilərsən. O biriləri çıxırsan. 34 39. X'in 34'te problem nədir? Burada bax 1 bölünsün X, 1 bölünsün X çıxaq 1. Bu deməkdir bu yazılış. İndi X'in yerinə nə qoysan həlli yoxdur bunun. X'e 0 versək məxrəc 0'a çevrilir, X'e 1 versək məxrəc 0'a çevrilir. Ona görə bu iki qiymətdə həlli yoxdur. Sonra 39. Dövrün gövdəsində icra olunmalı. Yəni dövrlərin sayını istəyir. Dövrlərin sayını tapanda nə edirsiniz? 3-dən çıxırsınız 1'i, bölürsünüz 0,1'ə, üstünə gəlirsiniz 1. Üstünə 1 niyə gəldim? Çünki həm 1 daxildir, həm 3 daxildir ora. Dövrlərin sayını bu cür tapırıq həmişə. Bundan bir dənəsini mən sınağa da salmışdım bu tipdə. Bilmirəm hansı sınaqda etsə var idi. İndi bu neçə olacaq? 2'ni böləcəm 0,1'ə. Üstünə gələcəm 1. 20, üstünə də 1 gələndə 21. Y variantı. Günay aydındır. Yəni niyə 0,1-ə bölürük? Adımız 0,1 verib çünki. Hə, bura fikirlərim. Sonra 41. Funksiyanın məntiqi blokdan ən az neçə dəfə istifadə olunmalıdır? Bunu Afaq Məhəmməd siz vermişsiniz sualı. Siz sınaqda da səhv yazmışsınız bu sualı. Hə, bilmədim. Bax, bu tip tapşırıqlarda eləməli olduğumuz şey nədir? Ədəd oxu çəkirik. Qiymətləri, bax, buradakı şərtlər var. Bu şərtləri qeyd edirik. X böyük bərabərdir 15. 15 qiymətini qeyd edirəm. 15 öz daxildir. 15'dən böyük olanlar. Yazdıq mı? Bu oldu bir şərt.
X kiçikdir 6. 6'dan kiçik olanlar. Üçüncü də 6 daxil olmaqla 6-dan 15-ə qədər olan hissə. Deməli, bu ikinci şərt, bu üçüncü şərt. Əgər ədəd oxunda boş yer qalmırsa, elə 3 dənə şərtdən bitirik. Yox, ədəd oxunda boş yer varsa, əlavə bir dənə şərt əlavə edirik ora. Tak ki, 4-cü şərt. Aydındır? Və sonra nə edirik? Şərtlərin sayından 1 çıxırıq. Yəni, 3 dənə şərt varsa, 3-dən 1-ini çıxıram. Eləyir 2. Deməli, 2 dənə şərt blokundan istifadə edəcəm. Başa düşüldü? Məsələn, Bəli. burada x 2 bərabər yoxdur. 2-dir 6 versəydi, Altını da götürəcəkdik, bir şərt əlavə burada etdik. 6 elə bil daxil olmayacaq da bura. Yəni, ədəd oxunda bir dənə qiymət qalacaqdır. Fərqi yoxdur. İstəyirsiniz bir qiymət qalsın, istəyirsiniz milyon dənə qiymət qalsın. Hər bir halda, əgər əlavə qiymət qalırsa, onu bir dənə şərt kimi əlavə edirik. Yəni, olurdu 4 şərt. Onda 4-dən birini çıxacaqdı, olacaqdı 3 dəfə. Aydındır? Bəli. Müəllim, Sonra, ay müəllim. bəli. Mən 41-i siz yazan kimi yazmışdım. Cavabda Y götürmüşdüm, amma kitabın arxasında cavab D çıxdı. D çıxdı. Bəli. Səhvdir D. Y'dir cavab, Y. Oldu, sağ olun. Qararlı. Sonra 68-ə qədər sual olan var. Oy. Kitabın ən Məndə eybəcər də sualı. qalıb bu. Ən eybəcər suallarından biridir kitabın. Əslində sadədir. Nə mənada sadədir? Bax, birinci 10, bax bu n-dir. Sonraki bütün qiymətlər A-nın qiymətləridir. Aydındır? Bu alqoritm var ha, bax bu. Bu hissə ən kiçik ədədi təyin eləmək üçündür. Bu hissə ən böyük ədədi daxil eləmək üçündür, aid eləmək üçündür. Bu hissə də cəm üçündür. Bu hissə də say üçündür. Aydındır? Deməli, nəyi tapırıq biz? Ən kiçik, ən böyük cəm. İndi bax, burada E var ha, görürsünüz. E nəyə bərabərdir? E-si, yəni cəmi. Cəm də nəyin cəmidir? N sayı bildirir. Bundan işimiz yoxdur. Cəm yerdə qalanların cəmidir. 7, 8, -3, 5, -8, 4, 1, -4, 2, -2. Bunların cəmidir. Neçə edir bunlar toplayanda? Bax, 8 ilə -8 gedir. 4 ilə -4 gedir. 2 -2 gedir. Zaten toplayanda onlar bir-birlərini aparacaqlar. 7 üstə gələk 1, 8 üstünə 5 gəlirəm. 12, düzdürmü? 12-nin də 3-ünü çıxsam neçə qalır? Yoxsa 9, elə? Səhv eləmədim ki. Yoxsa 10 qalır? 9. 9. 9. Amma enimiz 10 10 qalır. 10 qalır. 10 qalır. Bir də var axı orada. Hədə 7, 5, 1. Neçə edir? 13. 3-ün çıxanda 10. Deməli, Y-nin qiyməti olacaq 10 bölünsün 10. Çünki enimiz 10'dur da. Birinci qiymət E'nin qiyməti idi axı. Bu eləyir 1. Deməli, Z nəyə bərabər olacaq? Bax, burada M ən balaca qiymətdir, T də ən böyük qiymətdir. Oy, sorry, bir dənə bunu zayıflayıb qoyaq sönməmişdim. Hə. Deməli, burada bax, T ən böyük qiymətdir. Bu ədədlərin arasında ən böyüsü neçədir? 8 deyil. Yenə də deyirəm, birinci 10 sayı bildirir. Ona görə onu götürmürəm. Bizə A-nın qiymətləri arasında ən böyüyü lazımdır. Onda bu olacaq nə? T çıxılsın Y deyir. Yəni 8 çıx 1 neçə eləyir? 7. S nəyə bərabərdir? Y çıxılsın M. Y'miz neçədir? 1'dir. M'imiz nədir? Ədədlər arasındakı ən kiçiyi. Ən kiçiyi neçədir? -8'dir. Bundan çıxıram -8'i. Neçə eləyir bu? 9. İndi gəlirəm bax buradakı şərt hissəsinə. Burada nə istəyirdik ki, Z əgər S-dən böyüdürsə, Z-i çap elə. Yox tərəfə gedəndə S-ni çap elə.
İndi bizdə Z S-dən balacadır, böyük deyil. Onda yox tərəfə gedirəm və S-nin qiymətini çap edirəm. Yəni 9 qiymətini çap edirəm. Cavab olur Y variantı. Tam başa düşdükmü? Ümid edirəm. Düşdü, burası çok uzundur tabii. İlker Bir de Məhəmməd, düşer imtihanı müəllim. düşə bilər. Alqoritmlərə aid sınağı atmışam, material qrupunda var. Baxsaz görəcəksiniz. Bu qədər Bence- uzun inanmıram, amma şeydir. Sonra 77-98 yazılıb, 71 də var. Müəllim 73-də də bax. Çək. Bu da olan deyəsən. Hə, burada da bax, yenə də n 10-dur. Deməli bu 10 dəfə dövr eləyəcək bax bu proqram, bu hissə. Hər dəfəsində A-nı daxil eləyir. Bu hissə var ha, bax bu. Dövr içində dövr, yəni dövr içində dövrdür də, daha iç-içə dövrdür. Bura qədər olan hissə bax bu birlikdə. Nə deməkdir bu? Məsələn deyək ki, bax 6 daxil eləsəm nə olur? 6 2-dən böyükdür, hə. 6-dan 2-sini çıxdım neçə elədi? 4. Sonra 4 2-dən böyükdür, hə. 4-dən 2-sini çıxdım neçə elədi? 2. 2 2-dən böyük bərabərdir, hə. A neçə oldu? 2-dən 2-ni çıxdım, oldu 0. İndi A-mız 0-dırsa, deməli S-i bir vahid artıracağım. Yoxsa i-ni bir vahid. I olsa hər dəfəsində bir vahid artırır. Bu bilsin nə deməkdir? Ədəd cütdürsə, cüt olma şərtini yoxlayır. Bax bu hissə. Ədəd cütdürsə, S-i bir vahid artır. Yəni, ondan sonra n 10 n'in qiymətidir. Bax, buradakı ədədlər arasında cüt olanları say. Cüt olanlar hansılardır? 1, 2, 3, 4 dənə. Cavab olur D. C variantı 4 dənə. Başa düşüldü? Hə, mən bu bayaqçından asandır. Bayaqçı burası mənə çətin gəldi. Sonra 73 dediniz. Oy, 73 çox iyrənc sualdır. Belə sual ümumiyyətlə qəbulluq deyil. Burada 3 alan üçün də yoxlamaq lazımdır. Məncə bunun başına buraxın. Sonra neçə? 99. Eləmək problem deyil. Bunu eləmişik. Qrupların biri ilə eləmişik. Mən yadıma gəlir. Bir dəfə də sual verilib. Hə, bir dəfə də sual verilib, amma çox iyrənc sualdır. Yəni qəbulluq sual deyil, belə deyək. İmtahanlıq sual deyil. Sonra 77. Nədir bu 77? Bunu da başını buraxın mənimə. Bunu da sizlə eləmişdik. Burada pi, mi, nə bilim, nə belə hesablama düşməyəcək sizə. %98 mənim. 98. Deyəcək sizin müəllim sualdan qaçır, amma şey deyib, həqiqətən ona vaxt sərf eləməyə dəymir. %98 maraqlıdır. Düz çətin sual, amma maraqlı sualdır. Bax, 256 qiyməti çap olunub deyir. Kağıtda düzü çap olunan. Yəni 256 4 üstündə neçədir? 4. Yəni bu proqram 4 dəfə icra olunub. Biz dünən Python'da da baxırdıq. O tipli bir şeydir bu. İntihası burada maraqlı olmalıdır nə? Bax, birinci addım bizə nəyi soruşur? Ən kiçik tam qiyməti. Yəni bunu eləmək üçün nə etməliyik? Biz bax birinci halda t üstə gəlinsin 3-dür. Düzdürmü t-nin qiyməti? Deməli bax birinci halda s-dən çıxdıq bunu. Sonra çıxdıq t üstə gəlinsin 6-nı. Sonra çıxdıq neçəni? T üstə gəlsin 9-u. Sonra da çıxdıq neçəni? T üstə gəlsin 12-ni. Aydındır? Və sonuncu şərtdə deməli bu nəyə bərabər olacaq? S-nin qiyməti 51 da. 51 çıxılsın. T 4 dənə T deyil. Bir də çıxılsın neçədir? 3, 6, 9, 12. Neçə eləyir bunları toplayanda? 18, 40 eləyir deyəsən, hə? Yox, 30. Sorry. Düz. Deməli bu olacaq 21 çıxılsın 4T. Bu kiçikdir nədən? T-nin qiymətindən. T-nin ən son qiyməti neçədir? T üstə gəlir 12.
Buradakı şərtin əksini götürməliyəm də. Başa düşülür? Deməli, bunu keçirdirəm bu üzə, 12-ni keçirdirəm bu üzə. 9 kiçikdir 5t-dən. Düzdür? Deməli, t-miz böyük olacaq nədən? 9-u 5-ə bölürəm. 1,8 eləyir də təxminən. Düzdürmü? Yəni t-nin qiyməti neçə olacaq ən az? 2. Müəllimə sizdən bir dənə şey xahiş eləyim. 98-ə baxdıq. Neçə var sonra sualların arasında? 103. 103-ə də baxaq. Dayandıraq. Qalan sualları sabah davam eləyərik. Olar elə? Yaxşı müəllim. 99 da var. Qoy 99-u eləyək, onda qalanı qalsın. Neçədirsə işarə eləyərsiniz. Bir də sabah üçün hansı dərsə götürəcəyik demişdik. Hə, müəllimlər? Deməmişdiniz Şüay müəllim. Onu deməmişik müəllim. Elə dünən alqoritmi demişdik. Dünən alqoritmi demişik və qalıb ondan. Onda gəlin Bir gün üçün alqoritmi demişdik. Hə, Afaq bu ilə müəllimə demişdik. alqoritmə baxmışdıq. Modelləşdirmə böyük bölmədir. Nəyimiz qalmışdı orada? Word. Müəllim, modelləşdirməyə demişdiniz. Eləmi? Onu demişəm. Oldu o zaman. Sabah modelləşdirməyə baxacağıq. Onunla beraber informasiya sistemlerinde demiştiniz ki ikisini bir Bəli, eləyək. iki Hə. mövzu. Ata, o nəzəriyyədə onu soruşacağım. İnformasiya sistemləri. Olar olsun müəllim, yoxsa? Bəli, o olacaq sabah. Modelləşdirmə, qraflar, informasiya sistemləri hamısını bir yerdə soruşacağam. Nəzəriyyəni soruşacağım yəni. Sual cavab eləyəcəm, xəbəriniz olsun. Deyir ki, çıxışa 26 ədədi verilmişdirsə, A və B dəyişənlərinin cəminin ən kiçik qiymətini tapın. 26 qiyməti verilib o deməkdir ki, bu deyir, dünənlər Pythonda vermiş bu sualı mənə. Orada şərtdən idi, burada ilə idi. Bax, 4A üstə gəlsin 7 bərabərdir 26 yazıram. 4A 19 ola bilməz. Bu sual mənə verilib Pythonda. 4A'mız 19 ola bilmir, çünki A'mız tam ədəddir. Başa düşülür? Natural ədəddir hətta. Ona görə bu tərəfə baxmalıyıq. Yəni 3B üzərinə gəlinsin A neçəyə bərabər olmalıdır? 26-ya. Və bir də bu şərt ödənməməlidir. Yəni A B-dən böyük olmalıdır. Başa düşülür? Cəmin ən kiçik qiymətini istəyir. Bax, indi mən nə edə bilərəm? B-yə 1 desəm, A-mız olacaq 23. B-yə 2 desəm, A-mız olacaq 20. B-yə 3 desəm, A-mız olacaq 17. Düz? 4 desəm 14. 5 desəm neçə olur? 11. Düz? Sonra 6 desəm bu da 8 olur. 24, Düzdürmü? 18'den. Amma 7 desəm A-mız artıq 5 olacaq. Bu ola bilməz. Çünki A B-dən böyük olmalıdır. Yəni ən kiçik qiymətlər bunlardır A ilə B-nin. 8 ilə 6. 8-in də üstünə 6 gələndə 14 eləyir. Cavab olur bu. Tam başa düşdük. Bəli. Onda o zaman danışdıq da sabah modelləşdirməyə baxırıq. Məni bugünlük bircə saniyə, bircədən bu günü üzrlü sayın. Tez qaçmalıyam. İnşallah sabah Allahın izni ilə seyləyərik. Qaldığımız yerdən həm suallara baxarıq, həm də Testini də işləyək mənim, yoxsa? modelləşdirmənin testini işləmək lazımdır. Prosta hardan işləyək ki, Allaha da xoş olsun bizə də. Gəl belə deyək də. Öz testlərinizdən. Bəli. Öz kitabımda tam deyil də o mövzu. Ataram öz kitabımın testində, problemi onu da ataram. Amma əlavə də bir dənə işləyək daha. Dimi işləyək. Kitabdan yaxşıdır, çünki onu biz işləməmişdik. Həmçinin informasiya sistemləri ilə bərabərdir. Okey, informasiya sistemləri də var onun içində onsuz da. Onda belə bir şey eləyirik. Mənim testimi işləyək, bir də dimdən işləyək. Modelləşdirməni, tamam? Yaxşı. Çünki elə test tipləri var ki, qraflarda filan mən verməmişəm də onları. Mənim kitabımda yoxdur. Amma dimdə var. Onsuz da o dimdə olmayıb da o biri kitablarda olan heç nə yoxdur. Sırf modelləşdirmə bölməsində. Ona görə mənim kitabım bir də dim. Okey? Oldu müəllim. Oldu. Oldu o zaman.
Gecəniz xeyir, özünüzə yaxşı baxın. Oldu mənim. Sağ Xeyir olun. versin. Sağ Sağ olun. olun. Sağ olun.